Seysmik cəhətdən fəal olan düzənliklərin verildiyi sıranı müəyyən edin. Belə ki, seysmik cəhətdən fəal ərazilər deyəndə geosinkron, yəni litasfet havaların sərhədləri nəzərdə tutulur. Belə ki, bəndləri nəzərə salaq. Birinci bənddə Şərqi Avropa və Sibir. Şərqi Avropada və Sibirdə hər ikisi platon ərazisidir. Qədim platon ərazisi xatırlatdığı üçün ümumiyyətlə bu doğru variant olmayacaq. Digər bənddə Amazon və Qviana, hər ikisi Cənubi Amerikanın şərqində, yəni platon ərazisinə uyğun gəlir. Bunlar da yanlış bəndlərdir. Turan və Nallarvor. Turan mərkəzi Avropa, Mərkəzi Asiyada yerləşir və ərazi cavan platformadır. Nallarvor da Avstraliyanın cənubunda, yəni Platon ərazisində yerləşir. Digər bəndimizə baxırıq. Küraraz və Padan. Küraraz Azərbaycanın, Padan isə İtaliyanın ən böyük ovalıqdır. Yəni hər iki ərazi Alp-Malay seysmik quşlarında yerləşir və demək ki, bizim doğru bəndimiz burada Küraraz və Padan ovalığı olacaq. Digər yanlış bəndə də baxaq. Orinoco və Qanq. Orinoco da Cənubi Amerikada, yəni Platon ərazisində. Qanq da Cənubi Asiyada Hindistan ərazisinə düşür. Bu ərazi də Platon ərazisidir. Belə ki, doğru bəndimiz Küraraz və Padan ovalığı olacaq.